Olsun bizi izləyən dəyərli izləyicilərimizə. Gördüyünüz kimi hal-hazırda Kərbəla Məşəd cəmalarımız birbaşa Bakı-Bağdad reysi ilə hərəkət edirlər Kərbəla Məşəd ziyarətinə. Öncə Kərbəla ziyarətinə gedəcəklər, 2 gün Nəcəfdə qalacaqlar, 3 gün Kərbəla ziyarətində qalacaqlar və daha sonra isə 2 gün Məşəddə qalacaqlar və qida daxil. Allah qəbul eləsin, Allah bütün arzusunda olanlara nəsib eləsin və növbəti Kərbəla Məşəd ziyarətimiz inşallah may ayının 10-u Bakı-Tiflislə və may ayının 11-i Bakı-Bağdadla inşallah ki səfərimiz baş tutacaq. Və onu qeyd edelim ki, may ayının 11-i Bakı-Bağdad, Bağdad-Bakı reysi ilə bir həftəlik də ziyarətimiz var. 2 gün Nəcəf, 4 gecə Kərbəla ziyarəti. Allah qəbul eləsin inşallah. O gün olsun dayanasınız burada, registrasiyadan keçəsiniz və hərəkət eləyəsiniz Kərbəlanın şahı Əbu Abdullah İmam Hüseyn əleyhissalamın ziyarətinə. Allah cəm arzusunda olanlara bizlərlə müqəddəs ziyarətlərə getməyi nəsib eləsin. Əlaqə nömrələrimiz inşallah görürsünüz, bizlərlə əlaqə saxlaya bilərsiniz. Allah qəbul eləsin.